El bilir ki sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Əzənliklər Azərbaycan xalqına və bütün azadlıq sevən insanlara. Bugün Bəluçistanın işğalının il dönümündə bir daha bəyan edirik ki, Güney Azərbaycan və Bəluçistan torpaqları İran faşist işğalı altındadır. Bugün biz Güney Azərbaycan xalqı olaraq bəyan edirik ki, artıq işğalçı İran rejiminin bizim torpaqlarımızda heç bir yeri olmayacaq. Biz işğal olunmuş torpaqlarımızda ikinci və üçüncü dərəcəli vətəndaş olmaq istəmirik. BMT qanunlarına və beynəlxalq hüquqa əsasən hər bir xalq öz müqəddəratını azad şəkildə təyin etmək hüququna malikdir. Və heç bir işğalçı buna mane ola bilməz. Biz Güney Azərbaycan milləti olaraq Bəluç xalqının azadlıq və ədalət uğruna mübarizəsini tam dəstəkləyirik. Bu mübarizə işğal altında yaşayan bütün qeyri-fars millətlərin iradəsi ilə eynidir. Biz azad bir millətik, gələcəyimizi işğalcılar deyil, öz millətimizin iradəsi ilə yazılacaq. Für Freiheit, Gerechtigkeit und nationale Unabhängigkeit. Freiheit für alle politischen Gefangenen im Iran. Keine Diktatur, keine Besatzung. Freiheit für Südaserbaidschan. Freiheit für Belutschistan. Freiheit für Allahwas. Der Iran ist ein Gefängnis für die nicht-persischen Völker. Freiheit und Selbstbestimmung für alle besetzenden nicht-persischen Völker im Iran. Das besetzende Iran-Regime ist der Feind der nicht-persischen Völker und der Hauptfeind unserer Existenz. Solidarität mit allen besetzenden nicht-persischen Völkern im Iran. Nieder mit dem besatzenden Iran-Regime. Keine Diktatur, keine Besatzung.